Şəhid Səxavət Məmmədovun bacısı sosial şəbəkələrdə ailələrinə qarşı səsləndirilən ittiham və təhqirlərə münasibət bildirib. O, paylaşımında şəhid ailəsinin çətin günlərində yanlarında olmayan bəzi şəxslərin bu gün hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirməsini və ailə üzvlərini hədəf almasını tənqid edib. Şəhid bacısı xüsusilə anasına qarşı yazılan təhqiramiz fikirlərin qəbul edilməz olduğunu vurğulayıb. Bildirib ki, bir daha şahidi olduq ki, şəhid ailəsi əmanətimizdir deyimi bir çoxları üçün sadəcə sözdən ibarət imiş. Səxavət şəhid olanda onun şəklini paylaşmaları üçün səhifələrə müraciət edir, qardaşımı tanıtmalarını xahiş edirdim. O zaman səsimizə səs verən az idi. Bugün isə həmin səhifələrin başlığında Səxavətin şəkli var. Millət olaraq hamınızın yerinə utanıram. Heç kimdən baş verən hadisəyə haqq qazandırmasını istəmirəm. Heç bir səbəb insan ölümünə bəraət qazandıra bilməz. Kaş ki, belə bir hadisə yaşanmazdı. Amma səbəbini bilmədiyiniz, təfərrüatlarından xəbərsiz olduğunuz bir mövzunu bu şəkildə müzakirə obyektinə çevirmək də doğru deyil. Şəhidin adına və xatirəsinə hörmət edib ona rəhmət oxumaq kifayətdir. Bəzi insanlar üçün linç etmək artıq adətə çevrilib. Səhər gözünü açan kimi telefona sarılıb başqalarını mühakimə etməkdən başqa heç nə ilə məşğul olmurlar. Ancaq heç kimin 50 yaşını keçmiş bir ananı təhqir etməyə haqqı yoxdur. Bu ana həm də vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş bir şəhidin anasıdır. Ar olsun bu təhqirləri edənlərə. Dövlətin polisi, qanunları və hüquq mühafizə orqanları var. Hadisə araşdırılır və qanun çərçivəsində lazımi qərar veriləcək. Heç kəsə hökm vermək, cəza kəsmək səlahiyyəti verilməyib. Bizdən gedən artıq gedib, heç olmasa acımızı yaşamağa imkan verin. Öz həyatınızla məşğul olun və bizi rahat buraxın.